Yəni istər-istəməz bir müddətdən sonra hiss edəcəksiniz ki, əhvalınız daha da yüksəldi. Üstəlik də üçüncü bir təsir olaraq stresslə əlaqələndirilən hormon olan kortizol hormonunun səviyyəsi də məhz bu yolla get-gedə aşağı düşəcək. Özünüzü günün sonunda və yaxud da gəzintinin sonunda daha gümrah hiss eləməyə başlayacaqsınız. Təbii ki, depressiyada özünü evdən çıxarıb küçələrə atmaq, gəzə bilmək elə də asan bir şey deyil, amma özümüzə yatırım etmək istəyiriksə, sağalmaq istəyiriksə, buna ən azından dəyər, biz bundan artığına dəyərik, amma bu çox sadə vasitə belə bizə çox böyük bir kömək edir və hətta uzun müddətli araşdırmalar göstərir ki, gəzmək dərmanlardan daha effektivdir. Çünki dərmanlar bir yerə qədər fayda verir və bəzi hallarda yan təsirləri də çox olur. Amma gəzməyin göründüyü kimi gözəl təsiri var ki, nəinki yan təsiri. Amma təbii ki, bu ağır depressiyada dərman müalicəsini əvəz etmir.